Ağsu rayonunda yerləşən Şəhid Sultan Umayev adına 2 saylı tam orta məktəbdə təmir işlərinin uzun müddətdir başa çatmaması narazılıq yaradıb. Valideynlər bildirir ki, çəkiliş zamanı ərazidə hər hansı aktiv iş prosesi müşahidə olunmayıb. Ətraflı reportaj təqdim edirik ki, 2020-ci ilin sentyabr ayından təmir adı ilə bağlanan məktəb binasında hazırda ciddi iş aparıldığı görünmür. Çəkiliş qrupu ərazidə olduğu müddətdə təmir işləri ilə məşğul olan heç bir əməkdaşa rast gəlmədik. Sakinlər aidiyyatı qurumları təmir işlərinin sürətləndirməyə və məktəbin növbəti tədris ilinə qədər istifadəyə verilməsinə çağırırlar. Məsələ ilə bağlı cavabdeh qurumun mövqeyini öyrənməyə çalışacağıq. Mövzunu diqqətdə saxlayın. Biz 2 kilometr, 3 kilometr yolu neçin körpə uşaqları, qışı var, qarı var, günortadan sonra oxuyur. Biz də istəyirik ki, müasir məktəb olsun. Bu məktəbdə bizim də balalarımız kompüterdə işləsinlər, baxsınlar, oxusunlar, savadlılar olsun. Cəmilə Nəsir qızı, Rafiq Həsənov, Elçin Məlikov, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.